Əksər məzhəblərdə bu gün mühafizəkar baxış hökm sürür ki, qadın məhz çarşaba bürünməlidir, örtülü olmalıdır, əksərən də qara rəngdə. Bu təbii ki, İslamın baxışı deyil, bu təbii ki, Quranın baxışı deyil. Allah belə hökm verməyib. Ayələrin şən nüzulu, səbəb nüzulu göstərir ki, məhz həmin dövrlərdə qadınlara qarşı müxtəlif təcavüz halları baş verilmiş, müxtəlif təzyiqlər baş verilmiş və qadınların hüquqlarının pozulması halları olurmuş. Biz Quran-ı Kərimdəki hicabdan bəhs edən, qadının örtünməsindən bəhs edən ayələrə nəzər saldıqda aydınlaşır ki, həqiqətən də orada qadınların zinətlərinin və ya zinət olan əzalarının örtünməsindən bəhs olunur. Əhzab surəsinin 59-cu ayəsində də şərt qoyulur, səbəb göstərilir. Onların təhlükəsizliyinin qorunması üçün bu daha münasibdir deyilir. Demək ki, elə yerlər, elə məqamlar ola bilər ki, ümumiyyətlə qadının tamamilə örtünməsinə zərurət ola bilər. Elə məqam ola bilər ki, bəli, orada günah. Əgər qadın başı açıq hansısa bir cəmiyyətdə, ola bilər hansısa bir toplum, nə olsun, müasir dövrdə olsun, ora o halda, o durumda, o geyimdə getdiyi halda ona qarşı müxtəlif mənfi hallar baş verə bilər. Belə ehtimal belə varsa, bu halda günahdır. Yox, amma elə cəmiyyət varsa ki, heç qadın yolla gedəndə ona çevrilib baxan olmur, pis nəzərlə baxan olmur. Təbii ki, orada buna nə ehtiyac olasıdır ki, başı örtməsə günaha girir deyə konkret bir ayə yoxdur. Ancaq biz ümumiyyətlə Quran-ı Kərimin tək kontekstdən çıxardılmış ayələrinə yox, ümumi mahiyyətinə baxaraq bu fikri qeyd edirik. Çünki orada xüsusi olaraq vurğulanır ki, naməhrəmdən özlərini qorusunlar. Nur surəsində də bu var. Allahın yolu düz insan olmaqdır, düz yaşamaqdır. İslam heç də geyimlə uğraşacaq qədər, dırnaqla, saçla uğraşacaq qədər zəif bir din deyil. Bir hicab bəhanəsi ilə qız uşaqlarını təhsildən yayındırırlar. Sanki qadın bürünməlidir, bürünməyənlər hamısı İslamın əleyhinədir və yaxud da dinə riayət eləmirlər. Qətiyyən belə deyil. İslam əsas əmələ, amala, mahiyyətə önəm verir. Geyim də burada bir mədəni dəyər kimi öz əhəmiyyət daşıyır.